7 nömrəli testə baxırıq. Alkaten verilibdir. Molekulda atomların sayı, hidrogen bu qədər, karbon deyir tabi. Burada gəlin alkatenlərin ümumiyyətlə formulunu birinci yazaq. CnH2n-2-dir də. Deməli, hidrogen belə olmalıdır. Burada hidrogeni belə yazıb. 2 vur n yox, 2 vur n plus 1 çıx 2. Yəni burada n'in yerinə n plus 1 qoyuldu. Buradakı n nəyi bildirir? Karbondakı n. Burada isə n'in yerinə n plus 1'dir. Yəni karbon sayı n yox, n plus 1 ilə ifadə olunubdur. Deməli, burada heç hesablamağa ehtiyac yoxdur. Karbon burada n'dir, burada n qoyublar. Amma burada n plus 1'dirsə, deməli karbon da elə n plus 1 olacaq. Bu deyilir D variantı. Yəni biz burada n'in yerinə n plus 1 qoysaq, hidrogen sayını tapa bilərik. Yəni 2 vurulsun, n plus 1 çıx 2. Buna görə də belə yazıblar. Daha sonra 8 nömrəli test tapşırığına baxırıq. 1 mol butadiyen bir 3'ə 1 mol H-xlorofil təsir etdikdə 140 dərəcədən yuxarı temperaturda nə alınır? İlk öncə gəlin o maddəni yazaq. 4 dənə karbon çəkirik. Nömrələri 1, 2, 3, 4. 1 ilə 3'ə 2 qat rabitə birləşibdir. Və bunun üzərinə H2, H və H2. Üzərinə H-xlor gəlir. Və əgər temperatur deməli 140 dərəcədən daha doğrusu böyüksə, onda kənarlara birləşəcək. Yəni 2 qat rabitə həm buradan qırılacaq, həm də ikisi də qırılacaq. Bu yarımçıq xəttlər gəlib ortaya düşüb birləşəcək. Və nəticədə kənarlara birinə H, birinə də xlor birləşəcək. 2 qat. Burada hər iki tərəfdə hidrogen sayı eyni. Yəni burada Markovnikov qaydasını düşünmürük. Ətrafa birləşəcək. Biri H birləşəcək, burada xlor birləşəcək. Digər H-ların düzək. Belə bir birləşmə yaranacaq. Baxaq. Bu səhvdir. Ortada bir H. Ortada 2 qat daha doğrusu. Qırağa da xlor. Bu da D variantı eləyəcək. Yəni ortaya bu da boz düşübdür. Ortaya 2 qat düşür. Kənar 2 qatlar qırılanda o yarımçıq xəttlər ikisi birləşib ortaya bir 2 qat düşür. Kənarlara isə xlorla H birləşir. Yəni D variantı. Daha sonra 11 nömrəli testə baxaq. 2 mol alkaten və 1 mol alkandan ibarət qaz qarışığını artıq miqdarda götürülmüş kalium permanganat məhluluna buraxılarsa, qabdakı maddənin kütləsini neçə qram artır? Yəni burada bir qab düşünək. Qabda kalium, manganat 4 məhlulu var. Buradan alkatenlə CnH2n-2 ilə alkan CnH2n plus 2 birləşməsi maddələr daxil olur. Daxil olanda kalium permanganat məhlulunu alkaden rəqsizləşdirəcəkdir. Yəni bunların təyin reaksiyalarını oxumusunuzsa, bu hissə sizə məlum olmalıdır. Alkanlar isə reaksiyaya girmirlər. Və bu məhlulun kütləsinin artmağı burada daxil olan alkadenin miqdarı ilə bağlıdır. Alkadenlərin də 1 molun kütləsi bir də buna səliqəli şəkildə formula yazıram. CnH2n-2-dir. Bunların 1 molun emeri belə olacaq. 12n plus 2n-2. Yəni karbon 12'də yaxın n-ə vurur. 12n üstəgəl 2n çıx 2. O deyilir 14n çıx 2. Amma bu 1 molun kütləsidir. Bizdə isə 2 mol alkaden. Yəni bunu 2'yə vuraq. O deyilir 28n çıx 4. Yəni A variantı olacaq. Bu da çıxır. Daha sonra 21 nömrəli test tapşırığına baxırıq. Burada da oxşardır. Demək olar ki, bayaqçı sualdan 1 mol alkaden bromlu sudan keçəndə bromlu suda olan qabın kütləsi neçə qram artır? Qabda olan bromlu su alkaden, yəni onunla reaksiya girəcək. Yəni və məhlulun kütləsi alkadenin hesabına artacaq. Alkadenin kütləsi nə qədərsə, o qədər də kütlə artacaq. Alkadenlərin formuluna əsasən onun kütləsini tapaq. Karbon 12 deyilir 12n, hidrogen də 2n. -2, cəm olaraq 14n-2 bunun emerini düsturdur. Və bax, bu qədər də artım baş verəcək. Bu deyilir 14n-2, yəni D variantı. Növbəti sualdır. 22 nömrəli testdə 1 mol alkaden kalium permanganat məhlulu keçirilərsə,
qabın kütləsini neçə qram artır? Yenə eyni alkaden deyirsə, yenə CnH2n-2, yəni 14n-2 qədər artım baş verəcək. Yəni E variantı. Və baxaq, axırıncı 24 nömrəli suala. Alkaden verilibdir. 1 molun tam yanmasından alınan maddələrin miqdarı mollarla demək, karbon qazın qarşısına N+1, suyun qarşısına nə yazılıbsa onu tapmalıyıq. İlk öncə gəlin alkadenin yanma reaksiyasını yazaq. CnH2n-2 oksigende yananda karbon qazı və su alınmalıdır. Burada N karbon ayağını N-dirsə bura N yazırıq. Hidrogen 2-2'dir. Burada da 2 olanda N-1 yazaq ki, -1 yazırıq. Çünki 2 olanda 2'ni çıx 2 eləsin. Oksigen burada 2N'dir. Burada da N-1'dir. Bu həm də oksigen aiddir. Toplayalım eləyəndə 3N-1 eləyir. Onu da gətirib buraya yazanda 3N-1. Burada dəyağın 2 olduğuna görə bölü 2 yazıram. Normalda belədir. Amma bizə karbon N+1 qoyuldu. N yerinə N+1 qoyuldu. Yəni biz suyu tapanda, suyun qarşısına burada neçədir? Bax, yenə buradan səliqəli yazıram. Suyun qarşısına N-1'dir. Deməli, normalda suyun qabağında N-1 olmalıdır. Buradakini gətirib buraya yazdım. Amma bizdə karbon qabağı N olanda suyun qarşısı N-1 olur. İndi karbon qarşısı N+1'dirsə, deməli biz N'in yerinə N+1 qoymalıyıq. Çünki karbon ayağındakı həm də buradakı N'in qiymətini bildirir də. Deməli, hər yerdə N olan yerə N+1 qoyub tapa bilərik. Deməli, burada N'in yerinə əgər biz N+1 qoysaq, çıx 1'i də yazaq, bu da eləyəcək N. Yəni suyun qabağına sadəcə N düşəcək. Bu da E variantıdır.